Salam aleyküm dəyərli şəhidlər. Kimya 8-ci sinif 1.3-cü mövzu, yəni dövrü qanunun, tarixi mövzusunun video izahına başlayaq. Bismillah. İnşallah bu dərs ərzində biz nələrə baxacaq? Dəyərlər, triadalar qanunu, sonra oktavalar qanunu, sonra Meyer'in, Mendeleyevin işlərini inşallah bərabər incələyəcək. Ondan sonra da qəşəng bir şəkildə özümüzü yoxlayacaq dəyərlər. Başlayaq. Bismillah. Birinci dostlar, bu triadalar qanunu. Bu qanun nədir? Ümumiyyətlə, belə təsəvvür edək, elementlər kəşf olunub, çoxlu elementlər kəşf olunub, amma onlar qruplaşdırılmayıb. Çünki onların xassələri kəşf olunmamışdı. Yavaş-yavaş elementlərin xassələri kəşf olunmağa başladı. Xassələri kəşf olunduqca artıq bunlar arasında bir oxşarlıq olduğu müəyyən olundu. Yəni bu oxşarlığa əsasən bunları bir şəkildə qruplaşdırmaq olar. Bunun üçün də Döbereiner adlı bir alim gəlib dedi, qardaş, bax, oxşar olan elementləri mən 3-3 birləşdirəcəm. Və özdə elə birləşdirəcəm ki, bunların birinci və üçüncü elementlərin atom kütlələrini toplayıb yarıya bölsəm ikinci elementi alacam. Yəni, baxın, burada dəyərlər. Fikir verin, kalsium kütləsi 40, sonra bariumdur 137. Bunları toplayıb yarıya böləndə biz nə alırıq? 88 stronsiumun kütləsini alırıq. Yəni, bax, birinci ilə üçüncünün kütlələrini topladıq, yarıya böldük və aldıq ikincinin kütləsi. Həmçinin bu qayda qanunumuz litium və kalium üçün də keçərlidir. Yəni, 7, kütləsi 7-dir, kütləsi 39-dur, toplayıram, yarıya bölürəm, natriumun kütləsini alıram. Həmçinin xlorda da 35-dir, yodda 127-dir, toplayıram, yarıya bölürəm və bromun kütləsini alıram. Qısası belə bir qayda qanun, belə bir əlaqə kəşf elədi və bunlara dedi triadalar qanunu. Tamam, sonra gələk ikinci növbəti söhbətimiz. Növbəti söhbətimiz nə olacaq dəyərlər? Oktavalar qanunu. Bunu kim kəşf elədi? Bunu Newland kəşf elədi. Newland biraz da irəli getdi. Atom kütlələrinin artması ardıcılığı ilə elementləri düzdü və dedi ki, bax, 8 fərqli tipdə element var. Artıq 9-cu element bu fərqli tiplərin birinə aiddir. Yəni, deyək ki, 9-cu element birinci elementin aid olduğu tipdədir. 10-cu element ikinci elementin aid olduğu tipdədir. Qısası, bu dedi ki, 7 fərqli cür element var. Sanki bunları musiqi notlarına bənzətdi. O, do, re, mi, fa, sol, la, si, belə element notlara bənzətdi. Və buna dedi oktavalar qanunu. Deməli, Newland kəşf elədi oktavalar qanunu. Sonra, düzdür, bu o qədər də ciddi qəbul olunmadı. Sonra da deməli Meyer adlı bir Meyer və Mendeleyevin işləri gəlir. Sonra dəyərli dostlar, Meyer və Mendeleyevin işlərində belə bir şey var idi. Meyer Mendeleyevdən daha əvvəl, yəni 1864-cü ildə olmalıdır, bir kitab dərc edir və bu kitabda bu nə göstərir? Bu kitabda bir elementləri düzür, atom kütlələrinin artması ardıcılığı ilə düzür. Sadəcə sonradan, belə deyim də, bu kitab o qədər də populyarlaşmır, o qədər də çox nəhəng bir rəğbət qazanmır. Sonra Mendeleyevin fəaliyyətləri gəlir. Mendeleyev nə edir? Mendeleyev 1870-də artıq bir Alman jurnalında düzəltdiyi cədvəli insanlara təqdim edir və əməli başda böyük bir, belə deyil, oxucu kütləsinə çatdıra bilir bunu. Düzdür, Mendeleyevin cədvəli də nəhəng belə deyim rəğbətlə qarşılanmıyor. Bu hər halda da daha böyük, daha ciddi bir addım idi. Mendeleyevdən bir il sonra Meyer baxır ki, qardaş, mən onsuz da bundan əvvəl çıxartmışdım, cəmaət heç baxmamışlar bu cədvələ. Bir daha dərc elətdirir bir jurnalda. Amma bu jurnalda bu dərc eləyəndən sonra buna belə deyək də daha çox bunu daşqalaq edirlər ki, bu dildir. Niyə? Çünki deyirlər ki, bu cədvəl Mendeleyevin cədvəlinə oxşuyur. Doğrudan da hər iki cədvəl arasında oxşarlıq var idi. Sadəcə sonra bu Meyer səsini çatdıra bilmiş ki, ay qardaş, mən valla 1864-də bir dənə çıxartmışdım. Mendeleyevdən belə bir 5 il qabaq bunu mən kitabımda çıxarmışam falan filan. Neysə də amma tənqid olundu. Mendeleyev nə eləmişdi? Mendeleyev deyilən görə bu cədvəli yuxuda görür, indi nədir realdır hər halda. Deyilən görə yuxuda görür bu cədvəli. Əslində yuxuda görür deməyim, yəni şagirdlər bunu bəzən yanlış anlayırlar. Yuxuda görür deyəndə, yəni bu o demək deyil ha. Bu adam ümumiyyətlə bu cədvəl barəsində düşünmürdü. Yatdı birdən yuxusunda gördü cədvəl. Yox, elə bir şey yoxdur. Sadəcə olaraq Mendeleyev onsuz da bu cədvəl üstündə işləyirdi. Bəzi, belə deyək, ilişdiyi nöqtələr var idi, kobud dildə deyim. Sonra baxdı ki, yuxuda, birisi insan yuxuda, yatanda da beynin bəzi hissələri ayıq qalır və düşünməklə məşğul olur. Mendeleyevdə də belə olubdu. İndi yatıb yuxusunda da belə görüb də ki, hara yerləşdirməliyim, hansı elementi və beləliklə
Mendeleyev öz cədvəlində problem nöqtələri yuxusunda həll edir və cədvəl hazırdır. Bitdi. Mendeleyevin deməli elədiyi işlər nədən ibarət idi? 63 dənə elementi bu öz cədvəlində düzməyə başladı. Amma necə düzdü öz cədvəlində? Bu deməli qrupları 8 dənə qrup idi. Qruplarda bir problem yox idi. Amma bunun dövrlərinin sayı biraz çox idi. 12 dənə dövr göstərmişdi bu. Bu arada Mendeleyev qrup anlayışını da elmə gətirmişdi və Mendeleyev artıq elementlərin, həmçində bu Meyerdə də var idi bu arada, elementlərin xassələrinin dövrü olaraq təkrarlandığını gördü. Dövrü qanun kəşf elədi. Belə deyim də, elementlər dövrü olaraq xassələr təkrarlanır elementlərdə bax bunu görə bildi. Deməli, elementlərin qrup anlayışını, element ailəsi, yəni qrup anlayışını elmə gətirdi. Sonra elementlərin xassələrinin dövrü olaraq təkrarlandığı fikrini elmə gətirdi. Mendeleyev bir də öz cədvəlində boşluqlar saxlamışdı. Yəni, belə təsəvvür edəydim. Məsələn üçün, bir dənə bura diqqət eləyək. Baxın, fikir verin. Görürsünüz, burada elementin, belə deyək, təqribən kütlələri var, amma elementin özləri yoxdur. Belə bir boşluqlar qoymuşdu və deyirdi ki, zaman gələcək bu boşluqlarda elementlər kəşf olunacaq. Mendeleyev əslində bunu nəyə əsasən deyirdi? Xassələr dövrü olaraq təkrarlanır. Baxırdı ki, bir hissədə təkrarlanma olmadı. Onda belə çıxır ki, orada hələ ki element kəşf olunmayıb. Mendeleyev buradan tutmuşdu söhbəti. Nəsə, buna ciddi hamladı ki, qardaş, sən yuxuda gördüyün şey bundan artıq olmayacaq ki, nətər, bir dənə cədvəl düzəltmişsən, cəmsi 63 dənə elementi, bir dənə cədvələ düzəltmişsən, o cədvəldə də əməli baş pəncərələr, boşluqlar düzəltmişsən, bu nətər cədvəldir falan filan, neysə. Amma Mendeleyevin sağlığında bu elementlərdən 3-4 dənəsi kəşf olundu. Kəşf olunandan sonra Mendeleyev edirlər ki, qardaş, bağışla, haqqını halal və sən dahiymişsən. Bu elementlər sənin dediyin kimiymiş. Yəni, Mendeleyevin belə deyək də boşluq qoyduğu elementlər demişdi ki, xassələri barəsində əvvəlcədən məlumat vermişdi. Ki, bu xassə olacaq təqribən. Niyə bunu demişdi? Çünki demişdi, məsələm üçün deyirəm, baxın, deyək ki, element hansı elementə yaxındırsa, ondan oxşar xassə göstərəcək. Ona görə bu kəşf olunmayıbsa da eyb yoxdur. Amma bu kəşf olunacaq elementin yan yörəsinə bir dənə baxıb, onun barəsində bir fikir yürütmək olar. Mendeleyev buna əsaslanmışdı və doğrudan da Mendeleyevin sağlığında bəzi elementlər kəşf olundu və dedilər, Mendeleyev sən dahisən. Mendeleyevin fəaliyyəti bu qədər dəyərli şagirdlər. Gəlin görək bu dərs ərzində biz nə öyrəndik? Triadalara aid bir dənə tapşırıq qoymuşuq dəyərli şagirdlər. Baxın, triadalarda biz nə vermişik burada? Bu rəhmətlik triadalarda nə demişdi? Demişdi ki, əgər biz birinci və üçüncü elementlərin kütlələrini toplayıb yarıya bölsək, ikinci elementin kütləsini alırıq. Baxın, bizim elementlərdə x-in kütləsi də a-dır. Sonra z-in kütləsi bilmirəm, sual işarəsidir. Əgər mən bunları toplayıb yarıya bölsəm, alıram y-in kütləsi. Y-in kütləsi də b-dir. O zaman a plus sual işarəsi bərabər olur 2b-yə. Sual işarəsi bərabər olur, 2b çıxılsın a. Məndən sual işarəsini istəyir dəyərli şagirdlər. Deməli, 2b çıxılsın a olacaq. Dəyərli şagirdlər, diqqətinizi görə təşəkkürlər. İnşallah növbəti dərslərdə görüşənə qədər.